Balakən rayonunda həyətyanı ev satışa çıxarılır, yeni tikilidir. Xəstəxananın yaxınlığında yerləşir. 5 sot həyətyanı torpağı var. Yol qapıları qoyulmuşdur. Kubik daşdan tikilmiş su hövzəsi təxminən 8-10 ton tutar. Həyətdən aid ayaq yolusu. Aspiratoru çöldə yerləşdirilibdir. Kubik daşdan tikintidə kubik daşdan istifadə olunub. Kanalizasiya xətti işdəki haldadır. Qeyd etdiyim kimi yeni tikilidir. Su xətti, işıq xətti, qaz xətti işdəki haldadır. Evin girəcəyində belə bir təmirli prixojdur. Pəncərələr plastikdən yığılıbdır. Kombi sistemi üçün yerlər qoyulmuşdur. Yeri metlaqdır. Hamamı da ayaq yolsuzu tam təmirlidir. Gördüyünüz kimi işdəki haldadır. Qeyd etdiyim kimi yeni tikilidir. Hal-hazırda evdə yaşayış var. Tavanın hündürlüyü yetərincədir. Təxminən 3 metrəyə yaxın olar. İkinci yataq otağı. Yeri polu şam taxtadır. Qiyməti 87.000 manata təklif olunur. Kupçalıdır.